Salam aleykum əziz kanalımızın izləyiciləri. Bugün mövzudan kənar bir söhbət etmək istərdim. Ümumiyyətlə neçə vaxt ki bu söz söhbətlər mənə çox məyus edib, nə mənada. Baxıram ki, heç xoşa gəlməyən söhbətlər gedir. İstər sosial şəbəkələrdə olsun, istər ətrafda olsun və s. Çox mənə toxunan bir söhbətlərə rast gəlirəm. Üzr istəyirəm sizdən ilk növbədə deyərsiniz ki, bunun bizim kanalımızın adiyyəti var. Amma düşünürəm ki, bu cəmiyyət üçün çox acınacaqlı bir haldır. O yüzden bugün mən bu mövzudan danışmaq istəyirəm. Çünki həqiqətən çox xoşuma gəlməyən bir söhbətlər gedir. Baxıram özüm, yəni dəhşətə gəlirəm ki, niyə axı biz bir millət olaraq aramızda ayrı seçkin edirik? Yəni çox vaxt baxıram ki, məsəl üçün mən sosial şəbəkələrdə yəni baxıram, izləyirəm, qabağıma çıxır. Ümumiyyətlə hansı bir başqa bir söhbətdən yəni bəhs edilir orada, başqa bir mövzudur, amma şəhərli, rayonlu söhbəti gedir ortaya. Baxırsan ki, kommentlərdə Bakılar arasında, şəhərlər arasından, rayon əhli, kənd cəmaatı ilə qırışmalar gedir. Bu nədir? Bu nə biabırçılıqdır? Ay dostlar, bu nə məsələdir? Ümumiyyətlə bu nifaqı kim salıb ortaya? Yəni birincisi Azərbaycan hər birimizə məxsusdur. Yəni bugünkü gündə əgər mən Azərbaycanlıyamsa, özümü Azərbaycanlı kimi təqdim edirəmsə, mənim şəxsiyyət vəsiqəmdə Azərbaycanlı orada hər halda yazılır, qeyd olunur. Düzdürmürəmmi? İndi uzaqbaşı yaşadığınız harda qeydiyyatdasınız, ora yazılır. Yəni Bakıya olsun, sizə başqa bölgə olsun. Amma ümumilikdə biz hamımız Azərbaycanlıyıq. Bu nə biabırçılıqdır, bu nə qırışmalardır. Yəni baxıram ki, sanki başqa bir qəbilələrdir, yəni biri-birinə vuruşanlar. Yəni baxıram ki, elə bir ki, yəni bir-birlərinə düşmən, qənim kəsiliblər. Bu nə biabırçılıqdır. Yəni mən baxıram həqiqətən, yəni təəccüblənirəm ki, yəni bu bizim millətdir. Yəni bizim millət niyə bu günə düşdü? Yəni bu nə söhbətlərdir? Bakılı, şəhərli, filan beşməkan. Şəxsən mən indiyənə kimi açıqlamamışam mən haralıyam, filan beşməkan. Yəni amma baxıram ki, bugünkü gündə hamısı yerli pərəstlik edir. Yerlimdir, filandır, beşməkandır, nə bilim, gətirib salıblar belə söhbətləri, belə nifaqlar salıblar ortaya. Bu şəxsən mən özüm şəhərliyəm, yəni mən Bakılıyam. Mənim atam da, anam da yəni Bakılıdırlar. Mənim rayondan, kəndlərdən dostlarım, tanışlarım var ki, bax belə uşaqlardır, belə oğlanlardır, belə hər bir belə deyim sənə kişiliyə dəyər, yəni belə kişidirlər. Bunun nə dəxlisi söhbətlərdir və yaxud istər Bakılılar olsun, yəni Bakılılarda da şəhər uşaqlarıdır, yəni belə dostlarım var, tanışlarım var. Bu nə biabırçılıqdır, bu nə söhbətlərdir, bölgələri niyə bölürsüz axı? Yəni baxıram həqiqətən təəccüblənirəm. Yəni bu nifaqı salana şəxsən mən öz adımdan deyirəm ki, mən halallıq vermirəm. Nə dəxlisi var, sən məsəl üçün, nə bilim, Şamaxılısan, sən nə bilim, Qarabağlısan, sən Naxçıvanlısan, sən Bakılısan. Bunun nə adiyyəti var axı? Qardaş, şəxsən mənim prinsipim, düşüncə prinsipim belədir. İnsan ol. Qardaş, mənim yerlim olsa belə, məsəl üçün. Mən görsəm ki, bu adam yaxşı insan deyil, sırf o nöqtəyindən ki, mənim yerlimdir, mən ona bəraət qazanırım, bu anormallıqdır. Yəni şəxsən mənim üçün bu anormallıqdır, yəni bu normal düşüncə deyil. Normal düşüncədə, sağlam düşüncədə insan, IQ səviyyəsi olan insan belə düşüncələrdən uzaq olar. İnsan olsun. Nə dəxli var sənin bu yerlindir, haralıdır, kimdir, şəhərlidir, rayonludur? Bunun insan xüsusiyyətinə, insan prinsiplərinə nə dəxlisi var? Mənə izah eləyin görüm. Hansı ağılla, hansı fikirlərlə, nə fikirlərlə siz belə düşünürsünüz? Bu nə nifaqlardır, bu nə qırışmalardır bir-birinizin aranızda? Mən inanıram ki, mənim kimi çox belə insanlar var ki, şəhərli olsun, rayonlu olsun, cana-can deyən dostluq eləyənlər var. Şəxsən mən özümdən danışıram. Mənim də bir neçə tanışlarım var. Mən də qruplar işlədirəm. Mənim qrupumda əksəriyyəti olanlar isə WhatsApp qrupu olsun, kənd uşaqlarıdır. Cana deyən uşaqlardır.
Hər daim həmişə kömək eləməyə çalışırlar bir-birinə. Orada söhbət getmir. Sən şəhərlisən, sən bakılısan, sən rayonlusan. Bu nə söhbətlərdir? Utanmırsınız siz? Ayıb deyil, Azərbaycanlı olaraq siz belə şeylər üzrə sıxışdırırsınız yəni. Nifaq salsız ortaya. Yerli pələstlik eləyirsiniz. Ən zəhləm getdiyi də şeydir. Yerlimdir o mənim yerlimdir filan. Qutarın belə söhbətləri. Əyibdir. Yerlindir lap yaxşı. Götür qoy burova. Götür qoy dağ başına. Götür apar bəslə. Onun cəmiyyətə nə dəxli var sənin yerlin ol. Yenə dediyim kimi yerli olsa insanlıqdan kənar bir şəxs mənim yerlim istəyir kim olur olsun. Mənim lap gözümün ağ bəbəyi olsun. Nə dəxlisi var onun insan olmayandan sonra? Bir düşünürsünüz elə şeyləri. Üzr istəyirəm, biraz emosiyalara, mən emosional insanam. Dəfələrlə yəqin ki, kanalda bunu izləmişsiniz. Sadəcə elə deyirdim ki, bu barədə çəkiliş edim. Bir ara vaz keçdim, dedim bəlkə bu söhbət yəni hindilərdə biraz belə bu söhbət qızışma var. Yəqin ki, sakitləşir. Amma görürəm, yox. Hara baxmırsan, mövzusuz dəxli bir kimsə nə paylaşıb orada rayon şəhər söhbəti gedir. Əyib deyilmi? Düşmənlərimiz qalıb qıraqda baxırlar, gülürlər, xaxa tuturlar sizə. Siz durub burada Azərbaycanlılar bir-birinizi qırırsınız. Əyib deyilmi bu? Biabırçılıq da bu. Bu nə deməkdir? Bu halı kim kimi? Baxın, görün, heç başqa yerlərdə belə söhbətlər var. Yığışdırın belə söhbətləri. Həqiqətən baxıram, bir cəmiyyətə bir faydalı olun, bir-birinizə mehriban olun. Pisi, yaxşı hər yerdə var. Heç kim belə sinəsinə döyməsin ki, mənim yerlimdən belə şey çıxa bilməz. Mümkün. Boş söhbətlər də özünü aldatmış insanlardır bunlar. Sadəcə özlərini aldadırlar ki, mən bu filan yerdənəm, mən filan kənddənəm və yaxud mən şəhərliyəm, mənim yerlim elə şeylər eləyə bilməz. Yığışdırın bu söhbətləri, boş söhbətlər. Bu inzibata xüsusiyyət insana aid olan bir şeydir. Yoxsa şəhərli ilə, kəndli ilə, yenə də deyirəm, mənim kənddəndir, mən bakılı olaraq mənim kənddə belə dost tanışlarım var. Belə uşaqlara canına deyən uşaqlardır. Onun nə adiyyəti var, nə dəxlisi var? Biz Azərbaycanlıyıq, Biz Azərbaycanlıyıq, belə söhbətləri ümumiyyətlə eləmək yəni ağla sığılmaz bir söhbətlərdir belə. Olmaz belə şeylər. Kimsə gəlibsə, nəsə burada eləyirsə, zaten o öz tərbiyəsini göstərir, öz xüsusiyyətini göstərir, öz canında olanı göstərir. Odur. Amma durub bir nəfərin adından hamısını pisləmək, hamısını şamil etməyə olmaz. Belə şeylər yığışdırın. İstər bu bakılılara aiddir, şəhər adamlara, hansılar ki, rayonlara söz atır, istər bu rayonlulara, kəndlərə aiddir ki, şəhər uşaqlarına söz atır. Bir nəfərə görə, iki nəfərə görə hamısını bir tutmayın. Ağır məsələdir bu. Bu məsələ ağır məsələdir. Sabah bu söhbətdən qalxa bilməzsiniz. Bu şəbəkədə orada şirli eləməklə deyil. Onu görüm kimsə üzünə belə söz deyə bilərsiniz. Deyə bilməzsiniz, buna əminəm. Ona görə belə söhbətləri yığışdırın. Birinci dərəcədə insaflıq, hörmət bir-birinizə bəsləyin. İlk növbədə milli dəyərlərinizi unutmayın. Milliyyətinizi unutmayın. Bu bölgə məsələsi bəsdirin, yığışdırın. Mən filayam, mən Şamaxılıyam, mən nə bilim filanlıyam, mən Qarabağlıyam, mən beləyəm, ay mən beləyəm. Bu söhbətləri yığışdırın. Mən Bakılıyam, Azərbaycanlıyam. Bugün günə kimi məndən kim soruşur? Mən ümumiyyətlə xoşum gəlmir məndən sual verəndə ki, haralısan? Azərbaycanlıyam. Kifayət eləyir? Yoxsa nə axtarırsan? Yəni Azərbaycanlı deməklə sən kifayətlənmirsən, sən başqa nə axtarırsan? Başqa millət deyim sənə? Hə? Yəni mütləqdir ki, mən sənin yerlin olum. Mən sənin yerlin olmasa mənə hörmət, mənim xüsusiyyətimə, mənim özümə görə, yəni mənə hörmət eləməyəsən, sırf mən yerli olduğuma görə mənə hörmət eləyəsən. Bəsdirin, bu nə cəfəngiyatlardır. Yığışdırın belə söhbətləri. Əyibdir. Həqiqətən əyibdir. Şəxsən mən baxıram, məyus oluram ki, bizim millətə, bizim Azərbaycanlı millətimizə nə oldu? Əvvəllər belə söhbətlər yox idi. Yenə dediyim kimi, kimsə nəsə gəlir, kimsə nəsə eləyirsə, ona məxsus olan bir şeydir. Onun öz tərbiyəsini, içini göstərir. Yəni onu bu yerli pərəstliyi ilə falanla heç bir şey dəyişməz. Özün dəyişməyincə ona heç bir cəmiyyət kömək eləyə bilməz. Bu insiyyatın xüsusiyyətinə aid olan bir şeylərdir. Xahiş eləyirəm, bu şeyləri yığışdırın. Əyibdir. Gəlin mehriban olaq. 5 günlük, 3 günlük dünyadır. Hər yer bizimdir. Bugünkü gündə mən gedib istədiyim kənddə dincəlsəm, istədiyim kənddə biznes qursam, istədiyim yerdə gedib gəzib dolansam və ya ailəmlə, mənə heç kim deyə bilməz ki, sən bura niyə gəlmisən? Mənə heç kəs deyə bilməz ki, bura sən, əksinə mən getdiyim yerdə də hər yerdə də hörmət görmüşəm.
Qonaqlara necə hörmət bəslə və bizim şəxsən mən özümdən danışıram və bizim ailəmizdən də həmçinin danışıram. Fərqi yoxdur. Hansı bölgədən, hardan olsun biz hörmət bəsləmişik onlara. İstər kəndin ucqar yerindən belə gəlsə. Nə dəxli var? Çünki mənim Azərbaycanlımdır. Hardan olursa olsun o mənim Azərbaycanlımdır. Belə şeylərə son qoya, xahiş edirəm. Mövzu biraz başqa istiqamətə getdi. Neçə vaxt ki yenə deyirəm, təkrarlayıram ki, yəni bu məni çox məyus etdi və çox narahatam. Baxıram, yəni həqiqətən təəccüb hissləri keçirdirəm və hirs və bu acınacaqlı hissləri keçirdirəm ki, niyə axı bizim millətdə belə şeylər baş verir? O nifaqı salan kim oldu? Yəni şəxsən bir də deyirəm, o nifaqlı salan birinci səbəbkarlar kimdirsə, şəxsən öz adından danışıram, o insana haqqımı halal eləmirəm. Mehriban olun, can deyib can eşidin. Fərqi yoxdur, haralısan. Yerli pələzliyi eləməyin. O yerli pələzliyi eləyən insanların IQ səviyyəsi mənim gözümdə aşağı səviyyədədir. İnsan olmağa yetər. Yenə dediyim kimi, insan olmağa yetər. Çalışın, hörmət qazanın. Mehriban olun, can deyib can eşidin. Və salam, bu qədər. Allah hər kəsdən razı olsun. Assalamu aleykum və rəhmətullah və barakatuhu.